Yağlarım Hanı oğullarım hanı cennet kokuyan çöllerim hanı Hanı doğuya açılan ellerim hey yağlarım hey Hanı Tanrı uğruyla boşan Tanrı dağlarını aşan Oğuzlarım Hanı ruhumun yuvası düzleri Ay yüzlü aslan sütlü kızlarım Hanı yağlarım hey Yurdum soyum ilkin hanım Bu kanlı ağzımla haykırdığım Sazım sözüm türküm hanım Sazım sözüm türküm hanım Sazım sözüm türküm hanım
Tenri tek tenride bolmuş Türk bilge kağan. Bu ötke olurdum. Sabımın tüketecek gel. Tanrı kimi, Tanrıdan olmuş Türk bilge Hakan bu devirde taxta oturdum. Sözümü, sovumu tükənənə dək eşidin. Qardaşım, oğlum, birikmiş oğuşum, yəni birləşmiş boyum, qəbiləm, sağdakı Şadapıt bəyləri, soldakı Buyruq bəyləri, 30 Tatar, 9 Oğuz bəyləri bu sözümü, sovumu qatdı, eşid. Gün doğandan gün batana qədər mənə tabedir. Türklərin xaqanı Ötükən ormanında otursa, elde dərd, kədər yoxdur. Yok çıgay bodunu kop kaparttım, çıgay bodunu bay kıldım, az bodunu bölüş kıldım. Yoxsulları, fağırları bir yere yıktım, topladım. Kasıbları zengin ettim, az halkı çoğalttım. Yalınları donattım. Acıları doyurdum. Deyləsinə vardısa daşlara hək etdim. Yanılıb öləcəyini də yazdım. Yanılıb öləcəyini də yazdım. Altın, gümüş, bisikti, hütay, unsuz ança bölür. Tabqaç xalqının dadlı sözlərinə, yumşağı pəyinə aldanıb, ey Türk xalqı, çox sayda öldün. Ey Türk xalqı, öləcəksən. O yerə doğru getsən, ey Türk xalqı, öləcəksən. Sən acılıq, toxluq nədir anlamazsan. Bir doysan, bir də acılıq bilməzsən. Belə olduğun üçün də səni yüksəltmiş xaqanın sözünə qulaq asmadan yerin beli boy getdin, seyrəldin, batdın. Bəkləri budunu tüssüz üçün, Tabqaç budun təbliğin gürlük üçün. Deyir, bəyləri xalqı itaətkar olmadığı üçün, düz olmadığı üçün, Çin Tabqaç xalqı çox bilmiş olduğu üçün, aldadan olduğu üçün, kiçik qardaşlarımız, böyük qardaşlarımıza qarşı çıxdı. Türk xalqı qurduğu dövlətini yıxdı. Belə olduğu üçün taxta oturduğu xaqanın itirdi. Çin Tabqaç xalqına bəylik öyrətməyə layiq olan Türk oğulları qul oldu. Xanım qızları kəniz kölə oldu. Türk bəyləri Türk adını atdı, Çin Tabqaç adını götürdü. Çin xalqına tapındı. Bodun erdim, elim amtıkanı. Çünkü eli kazranır mən deyir ermiz. 50 xalq edin. Kağanım kanı. Elim indi hanı. Kimə el qazanıram? Xaqanlı xalq edim.
Xaqanım indi hanı? Xaqanım hanı? ildir ki bu daşlar bizi səsləyir. 1500 ildir ki bu daşlar bu sözləri pıçıldayır. Amma biz nə elədik? Deyilənlər havada qaldı, yazılanlar daşlarda. Biz özümüzə yeni yazılar, əlifbalar axtardıq. Yad əllərə baxdıq, yad ellərə getdik. Yad atları bizi yad ellərə apardı, o qədər yan getdik ki, indi heç qayda da bilmirik. Bu daşlar bizi həmişə səslədi, biz eşitmədik. İndi baxın, boş əllə, yalın dillə iki daş arasında qalmışıq, sağımız yağı, solumuz yağı. Səhvi anlamaq, səhvi düzəltməklə yarıdır. Ulu Tanrı, ya səsimi eşit, ya öldür məni. Nə zamandır ölənlə ölüb doğulanla doğuluram, eydən eylər bizi tərk eləyir, Ulu Tanrı. Yaxşı ruhlar bacalarımızdan gen düşüb. Yaxşı navar özləri ilə aparırlar. Yaxşını yaxşıları alma bizdən, Ulu Tanrı. Ya öldür məni, ya səsimi eşit. Bugün mən sözlərimi bir də yazacağım daşlara. Dirilərə görk olsun deyə ruhlara divan qorulu Tanrı. Bunu son divan eləmə. Bizə yenə də vaxt ver, düşünək, özümüzü görə bilək. Sən kimsən, baba? Mən sənin səsini eşitdim, gəldim. Mən səni birinci kərədə görürəm. Yazdıqlarım adamların arasında da yoxsan. Mən səni tanıyıram. Hardan tanıyırsan? Sən Güntəkinsən. 2000 ildir daşlara yazı yazan sonuncu Güntəkin. Bəs sən kimsən? Ata deyim sənə, baba deyim, dədə deyim, nə deyim? Böyük yarıq deyim. Tanıdım səni. İndi tanıdım. Şaman baba. Nə yazırsan ora? Ruhların divanından yazacağım, dədə.
Yazacağım bilsinlər ki, heç nə sorğusuz, cavabsız qalmır, hər şeyin cavabı soruşulur. Yazacağım bilsinlər ki, gün doğandan gün batana yol uzanan yurdlarımız boyumuz qədərində qaldı. Nədəndir dədə? Qarın qardaşdan irəli olub, vətən çəpəriçi qədər daraldı. Hamı ev tikir, vətəni tikib quran yoxdur. Mən içimi ağlayıram dədəm, mənə nə kömək edə bilərsən? Satqınlarımız güclü çıxdı, vətəni satdılar, sata-sata da gedirik. Mənə nə kömək edə bilərsən dədə? Çağır böyüklərimizi, ruhlarımızı çağır. Çağır, kimi çağırım? Kim eşidəcəksə onu çağır. Ulu ruhlarımız eşitməlidirlər. Eşidəcəklər bizi. Bizdən olub bizimlə olan, anlayan anam, bacamıza qonan, dərdi qanan, odumuza yanan ulu ruhlar. Elimiz ellər əlində, yurdumuz qullar əlində. Azıq, azdan keçirt bizi, doğrudan, düzdən keçirt bizi. Bu qanlı izdən keçirt bizi, bu qanlı izdən keçirt bizi, bu qanlı izdən keçirt bizi, bu qanlı izdən keçirt bizi. Sən də ruhsanmış baba, Şaman babamızın ruhu. Sən məni eşitdin demək. Eşitdin, gəldin. Oğuz xanım ruhu şad olsun.
Bildim ki məni eşidib gələcəksən. Bilge Xaqan, hoş gördük. Hoş geldin. Seni gördüğüme çok şadım. İkinci görüşümüzdü değil mi? Hoş gördük Ulu Şama. Sesine ışık yolu açıldı geldik. Bir dəfə 1000 il önce de sesine yığışmıştık. Doğrudur. Sizin yazdıklarınız da Ulu Xaqan. Daşlarda dilə gəlib. Atilla, bey baba, sen de mi geldin? Aldığın torpaqlar o kadar büyük, gittiğin yollar o kadar uzun oldu ki, döne bilmedik. Hele de yollardayıq. Sənə ihtiyacım var. Sağ ol ki geldin. Ruhun şad olsun. İkinci görüşümüzdü değil mi? Alp Arslan. Sultan Toğrul'un oğlu. Selçuk Oğuz elləri yad əllərdədir. Xəbər tuttun mu gəldin? Hoş gəlmisən, Alp Ərən. Gəlişinə sevindim. Sən ulu ruhlarımızdan, Oğuz xandan, Bilge Xaqandan, Atilla beydən çox cavansan. Sən dirilərə daha yaxın devirdənsən. Gəlişinə sevindim. Bu sənin ilk gəlişindir. Ulu ruhlarla ikinci kərədir ki görüşürük. Ulu şaman, sen dirilerle ruhların arasındasan. Ruhların duygularını daşıyırsan. Ama ikinci kere de günaha batırırsan bizi. Ruhların görünmeyi günahdır. Alparslan cavandı bilmez. Görünməyinə seviner belki de. Yox, Ulu Xaqan, sevinmədim. Mən də ağrıdım. Ağrılara çəkdilər məni. Səbəbinsə indi anlayıram. Bütün bunlar sizin aranıza gelmek üçünmüş. Geldim, gördüm sizi. Ben dirilerin sesini eşitirəm yaxından. Dirilerin sesini eşitmək, əzablardan keçməkdirsə, yenə də rahatlıq gətirir mənə. O ağrıların içinde məndən də soruşdular ki, Qaf dağlarından tutmuş Suriye torpaqlarına can aldın.
Səlcuqlu imperatorluğu yarattın. Baban Sultan Toğrulun eləyə bilmədiklərini yapdın. Döyüşlərdə qanlar axıtdın. Bunu anladıq. Amma 12 nəfəri Baydar elində, 10 nəfəri Ağbabada, 20 nəfəri isə Afşaranda dara çəkdirdin. Bu nəyə görə idi? Dedim, onlar ərsiz arvadlardan oğurluq eləyirdi, o oğurluq üstündə dara çəkdirdin. Qurt da belə oğurluq eləməz dedim. Bütün bunlar təmizlik üçün idi. Ona görə də mənim hökmranlığım dövründə heç kəs oğurluq eləmədi. Ruhların görünməyi əzabdan, ağrılardan keçməkdir həm də. Əbədi diciliyə gedən yoldan qayıtdıq. Bizi səsliyirdin, nə fəryad idi, nə ağ idi o. Buraxın məni, eşidirsiniz, buraxın. Sizə sözüm var. Şaman. Sustur onu. Yox, 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 yox. Buraxın, eşidirsiniz, sizə sözüm var, eşidirsiniz, buraxın. Buraxın məni. Şaman. Doğrudur, bu bizim ikinci görüşümüzdür. İkinci kərədir görüşüb ağrılara, əzablara düşürük. Xeyir olsun. Bəy baba, birinci görüşümüzdə Umay ananın səsinə gəldik. Gələn qapağın iltərisidir, Bumun xaqan idi, İlbikə xatun idi. Haq divanında sorğu-suala əyləşdilər. Yadımdadır. Atam Duman xanı divana çağırmışdılar. 1500 il bundan öncə. Ruhların vaxtı ilə dünən. Hə, ruhların vaxtı ilə hesablasaq, sən də lap gəncsən. Gənc Alp Arslan. Sən həm də Qızıl Arslan olduğunu bilirsənmi? Bilmirəm. Sən Səlcuqlar devrində Alp Arslan adı ilə dünyadan köçdün, Atabəylər devrində Qızıl Arslan olaraq bir də doğuldun. Bil bunu və anla. 2 arslan olaraq həm Alp Arslan, həm də Qızıl Arslan olaraq sən də ruhların işıq yoluna gəlmisənsə, demək günahın yoxdur. Bu yaxşıdır. Alp Arslan, Qızıl Arslan. Düzdür. İndi də xatırlayıram. ...1500 il bundan önceydi. Hak divanına çağırdılar. Ben geldim. Atam Duman xanı divanda gördüm. Bilmirəm tarix ona niyəsə Teoman xan deyir. Hə. Məndən atamı sordular. Soruşdular ki, atanı niye öldürdün? Evet dedim. Duman xanı ov zamanı öldürdüm. Sordular niye? Çünkü atam dirilerin Teoman xan dediği Duman xan bizi Çin tabqaç kızına satmıştı.
Çin qızının sözü ilə irəlidə olan bilgili kişilərimizi öldürür, didərgin salır. Oğlanlarımızı Çin qızları ilə evləndirir, qızlarımızı Çin tabqaç oğlanlarına verirdi. Sonralar mən bütün bunları daşlara həkk elətdirdi. Sonra atam Çin qızı olan ögey anamın sözü ilə məni 40 dostumla bir yerdə Siyembilərə satdı. Biz Siyembi tayfasının əlindən qaçdıq. Mən qayıtdım. Atamı öldürdüm. Mətəxan adıyla Hun imperatorluğu yarattım. Hak divanında əyləşmiş İltəris Xaqan, Bumun Xaqan, İlbikə Xatun məni bağışladılar. Məni əbədi dinclik yoluna yola saldılar. Qoy ruhları şad olsun. Bəs Duman xan? Onu çarmıxa çəkdilər. Əbədi dinclik yolundan uzaqlarda hələ də çarmıqdadır. O divanda məndən sordular ki, o boyda imperatorluqlar yıxdın, oradan götürməyə bir şey tapmadın, 15 yaşlı bir qız aldın, o da sənə ağı verdi, öldürdü. Divanda məndən sordular ki, o boyda imperatorluqlar yıxdın, oradan götürməyə bir şey tapmadın mı? 15 yaşlı bir qızı aldın, o da sənə ağı verdi, öldürdü. İlpen, 15 yaşlı yavrum. İndi də xatırımdadır. Dedim İltəris Xaqan, Bumun Xaqan, İlbikə Xatun. Mən yaxın doğudan uzaq batıyacan imperatorluqlar yıxdım, o torpaqları dirilərimiz üçün qazandım, dirikən öllərimiz o torpaqlar əllərində. Saxlaya bilmədilər. İlpeni isə özüm üçün qazanmışdım. İlpeni sevdim. Verdiyi zəhəri də sevgi ilə içdim. Bizi bağışladılar, əhv etdilər. Məni də, İlpeni də. İndi də bir yerdəyiz. Əbədi dinclik yoluna da bir yerdə çıxmışız.
O divanda məndən də sordular. Sordular ki, qılınc qurşadın, qalxan götürdün, amma vuruşmadın. Qılınc çalmadın, ox atmadın. Nədən taxta oturdun? Bizim taxta oturanlarımız qılınc çalıblar, ox atıblar, döyüşüblər. Dedim, ulu ruhlara əyandır ki, qılınc çalanlar, ox atanlar mənim üçün döyüşüblər. Xalqım, oğuşum, mənim bir sözüm savımla döyüşlərə girdilər, vuruşlara atıldılar. Bir olduq. Göytürk dövlətini yaratdıq. Onlar mənim sözümü eşitdilər. Qılınclar bir yerdə çalındı, oxlar bir atıldı. Əgər mənim günahım budursa, haqq divanından öz cəzamı gözləyirəm. Börküyarıq, dinlə məni. Bilgi Xaqanın dedikləri budur daşlardadır. Onun qurduğu dövlət 1000 il yaşadı. Siz, ulu ruhlar, həmin haqq divanında duruluq anını yaşamısınız. Günahsız, tərtəmiz, dupdurusuz. Ona görə də işıq yolu ilə dadımıza, hayımıza yetişdiniz. Dirilərin sözü var sizə. Yenə haqq divanı qurulmalıdır. Bu xalqın, bu elin taleyində, ömründə günahı olanlar divana çağırılmalıdır. Şaman dedə. Sabahlarımızı sorur. Günahlarımızdır bərkiyib, qarıyıb, daşa dönüb. Heç kəs günahını boynuna almayacaq, elə belə də gedəcək. Heç olmasa sabahımızı desinlər. Ulu Xaqan, sənin kiçik qardaşındır. Bayaqda dedim. Tanıdın mı? Ruhların qohum qardaşı olmaz. Doğması yad olar. Mən duydum. O mənim ruhuma bağlıdır. Dirilər arasında doğmamdır. Bax hələ, vaxt onu gör nə kökə salıb. Ruhlar üçün vaxt keçməz şaman, dirilər üçündür vaxt. Vaxt güclü, dirilər gücsüz. Vaxtı kim anladısa o güclüdür. Sabahlar vaxt anlayanındır. Neçə kərə doğul diyor. Bu onun neçənci gəlişidir. İkinci kərəsidir. Hələ də daşlara yaz yazmaqdadır. Ulu Xaqan, onun bir də doğulmağı görmür. Ha, bir də doğulmağı görünür. Arpaslan, bunların vaxtına sən bizdən yaxınsın. Ha, xan baba. Güntəkin 600 ildən sonra bir də doğulacaq. O zaman ölkəsinin, yəni bizim yurtların ən təntənəli çağı olacaq.
dil və din bayramı keçirəcəklər. Sözə, duyğuya alxış bayramı. Nə itirmişiksə, onu tapacaqlar. Niyə? Niyə 600 ildən sonra? Niyə elə gec? Niyə? 600 il çox deyil. Bir anlıq nəfəs kəndi. Ürküyarıq. Ürküyarıq şamanda da. Niyə 600 il? 600 ilə biz qalarıqmı? Dəyişəcəyik hamımız. Əgər günahlarımızı anlamasaq, ancaq öz çəpərimizin, öz tamahımızın davasını eləsək, sabaha qalmayacağıq. Ürküyarıq. Onlara söylə. Deyiləsi çox sözlər var, ulu ruhlar. Görüləsi çox işlər var. Divan qurulmalıdır. Haqqın tərəzisi asılmalıdır. Siz minlərin, milyonların fəryadını duydunuz, gəldiniz. Haram tərəzisi ağır çəkir. Tərbiyəmizə gəlib çıxıb bu haram. 1000 ildən, 1000 əldən qalan günahlar var. Günahlı günahını boynuna almalıdır. Hər şeyi duyduğunuza görə deyirəm ki, sizdən gizli heç nə yoxdur. Qoy haqqın divanı sözünü desin. Günahı olanlar öz günahından asıl olsun. Yoxsa əbədi dinçlikdə rahatlıq tapa bilməyəcəyik heç birimiz. Nə deyirsiniz? Haqq divanı həmişə var şaman. Bunu sən də bilirsən. Dirilər... Yox. Dirilər bilmir amma. Dirilər yalnız qorxunu bilir. Bunun özü ən böyük günahdır. Ən böyük günahlar qorxudan törəyir. Tamah da qorxudandır. Satqınlıq da. Atam Teoman xan mən dirilərin dili ilə deyirəm. Teoman xan. Teoman xan taxt tacın qorxusundan satqınlıq etdi. Mən hökmranlığım boyu qorxaqları qırdım. Qorxaq millətləri əzdim. İgidləri, qapağanları, əli yay, ox tuta bilən kişiləri birləşdirib bir millət etdim. Hun imperatorluğu yarattım. Qorxaqlardan, satqınlardan təmizlənmək, yenidən doğulmaq, yenidən cücərmək lazımdır. Qoy haqq divanı qurulsun. Mən razıyam. Sözümüzü haqqın divanında deyək. Mən də razıyam.
Mənim də ürəyimləndir. Dirilərə görünməklə ağrısaq da, günaha batsaq da divan qurulsun. Bizim qılıncımızın kölgəsindən çıxanlar ağalıq eləyirsə, torpaqlarımız yadlar əlində qalıbsa, əbədi dinclik deyilən şey yoxdur demək. Haqq var, haqqın divanı var. Haqqın divanı qurulsun. Mən də razıyam. Biz dərdlərimizi daşlara yazdıq, tükənmədi amma. O yazılar haqq divanı üçündür ki, oxusunlar, yola gəlsinlər. Dirilər nədən başlamaq istəyirlər? Oğuz xan bağışlasın. Dirilər nə istədiklərini bilirlərmi? Dirilərin, daha doğrusu tarixin günahlandırdığı adamlar var. O adamlar divana çağırılmalıdır. Dirilər kimləri çağırmaq istəyirlər? Dirilərə Əmir Teymur istəyir. Əmir Teymuru haqqın divanına çağırın. Əmir Teymur, haqqın divanına gəl.